Assalamu alaikum dostlar, yaxşımısınızlar? Mən Sümeyyə. Bugün sizlərə Maymunçaqның xətt dizişi degan kitabını oxuyub vermən. Maymunçaqның xətt dizişi. Maymunçaq sınıfda xətt dizişini məşq qılıb. O hər qancha qısmı yazğan xətti çiraylıq çıxmalıdır. O qağızım yaxşı əməz oxşaydı dedi də ilk cənbi varaq qağız sorab aldı. Maymunçaq İlk candan alğan qağazğa xətt yazışğa başladı. O yenə çiraylıq yazılmışdı. Qarağanda qarındışım yaxşı əməz oxşaydı dedi də ilk candan qarındışını ariyatə aldı. Maymunçaq ilk canın qağaz və qarındaşlığa xətt yazğan bolsunmu, qanda xətləri yenə də çiraylıq çıxmalıdır. Ornum yaxşı əməzkən də, dedi də, ilk-can bilən ornu almışdırdı. Maymunçaq ilk-canın ornunda oturub xətt yazışqa başladı. Yazılan xətti oxşaşla çiraylıq çıxmalıdır. Yəni, nimim yaxşı əməzdir? Maymunçaq nimə qısını biləyəm? Ətrafqa qırdı. İlk-can qılımı Qılıdım biri maymunçağının hərəkətiga səpsilib qarab turardı. Bu maymunçaq taşlı və tikan qağaz qarındaşlarını elib maymunçağının ornuğa kilib siz oturub xətlərini bütün diqqəti bilən bir-birlə yazışqa başladı. Onun xətləri nəhayəti çiraylıq çıxdı. Maymunçaq axır şişəngən oldu. Xətni çiraylıq yazılmaslıqında səbəb qağaz qarındaş və ornumda bolmasın. Bəlkə özümün əstəydil bolmaqlığımda ikən dəb sorudu. Maymunçaq ilk-canın oxşar düz oturub bütün zihni bilən xətni aldırmay yazışqa başladı. Yazılan xətləri bara-bara çiraylıq bulvatatdı. Çiraylıq yazılan xətlərə qarab onun yüzüge külkə yugurdu. Xoş.